Təhsil sistemi yalnız tədris proqramı ilə deyil, ədalət və şəffaflıq ilə ölçülür. Bu sahədə baş verən qanunsuzluqlar isə nə bir müəllimin, nə də bu sistemin deyil, bir nəslin gələcəyini risk atır. Məktəblərdəki intizam da elə təhsildəki ədalətdən başlayır. Bu meyarlar zədələnəndə isə təhsil yetişdirmək əvəzinə yönləndirməyi seçir. Bugün ölkədə son illərin ən qalmaqallı, ən çox şikayət ünvanlanan, ən çox müzakirəyə səbəb olan təhsil strukturu Abşeron Xızı Regional Təhsil İdarəsindən danışacağıq. Bu strukturun sahibləndiyi ənlər arasında ən çox ictimai narazılıqla hallanan, ən çox təyinat və qərar müzakirəsi ilə yadda qalan və bəlkə də ən çox ictimai hesabat tələb edən idarəetmə mərkəzi olması da var. Müsahibimiz 2017-2025-ci illərdə Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Saray qəsəbə 2 nömrəli tam orta məktəbinin direktoru vəzifəsində çalışmış Balakişiyev Fikrət Boran-oğludur. O, idarə müdürü İlhami Abdullayevanın qanunsuz əməllərinə və tələblərinə etiraz etdiyi üçün əsassız olaraq məktəbdən kənarlaşdırıldığını iddia edir. Amma məsələnin bu hissəsini daha sonra nəql edəcəyik. Hələlik bir zamanlar Abşeron Xızı Regional Təhsil İdarəsinin bir parçası olan Fikrət Balakişiyevin çalışdığı təhsil strukturunda baş verən qanunsuz faktlar barədəki fikirlərini diqqətinizə çatdırırıq. Məktəblərdə 10-cu, 11-ci siniflər gəlmir, müxtəlif yerlərdən gətirilmiş şagirdlər, pul vəsait hesabına gətirilmiş şagirdlər, gedirsin baxılsın da, gelin baxın, gelin 10-cu, 11-ci siniflər demiyorlar ki, yoxdur məktəbdə. Biləcərdən gəlib sarayda 10-cu, 11-ci sinif oxuyan uşaqlar var, Bakıdan gəlib 10-cu, 11-ci sinif oxuyan şagirdlər var, güya adları oradadır, özləri yoxdur. Eləncə başqa məktəblərdə. Təhsil Naziri müddət bu böyük rol oynamalıdır ki, oğlum dərsini keçmiş şagird demək olar ki, hamısı çöllərdədir. O müəllimin yanına, o kurs, əsasən kurslardadır. İş müəllim yanına, o da yalandandır, repetitor yanına gedirlər. Repetitor yanına təkli uşaq gedir. Hamısı kurslarda, şagirdlərin hamısı kurslarda. Yönləndiriflər onlar, özləri yönləndiriflər onlar. Onda təhsil kurslarında da özlərinin əlində. 2025-ci ildə Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrində və o cümlədən ümumi təhsil müəssisələrində kompleks yoxlamalar aparılıb və bu yoxlamalar nəticəsində külli miqdarda maliyyə pozuntusu aşkar edilib. Aşkarlanan həmin maliyyə nöqsanlarını aradan qaldırmaq üçün Xırdalan 1, 2, 5, 9, Saray 2, Masazır 5 nömrəli, Sumqayıt 1, 36, 9, 12, 11, 15, 25, 34, 27 nömrəli təhsil müəssisələrində hər müəllimdən minimum 100-200 manat məbləğində kütləvi pul toplama marafonu həyata keçirildiyi iddia edilir. Fikrət Balakişiyevin sözlərinə görə yığılan həmin vəsait 2 fərqli bank hesabına köçürülüb. 594 min manat idarəyə maliyyə pozunluğu yazılıbdır. Amma gəlin hesablayaq. 210 min bütün Abşeron bilir. 210 min Xırdalan 2 nömrəli məktəbə yazılıbdır. Oranın direktoru Gülnaz Kərimovadır. 180 min bir nömrəli, Xırdalan bir nömrəli məktəbə yazılıbdır. Oranın direktoru Arifə Balakişiyevadır və Saray 2 nömrəli məktəbin sabit direktoru Səkinə Abbasoviyada 76 min pul yazılıbdır. Gəlin hesab görə elə həmin pul çıxırdı, 3 məktəbdən bu maliyyə pozğunluğu hələ bu ödənilməsi olubdur. Bəs yaxşı, Sumqayıt, Abşeronun qalan məktəbləri və Xızı. Bunlarda deməli pozuntu olmuyordu. O yazılan məbləğ necə ödənilir? 100 manatdan pul yığılıbdır hər bir müəllimdən və Maliyyə Nəzarəti Xidmətindən həmin pulları ödənişi aparılıbdır. Yəni məktəbin direktoru bunu müəllim eləmir ki, yəqin bunu məktəb direktoru eləyir. Məktəb direktoru eləməli olduğu halda bunu müəllimlərdən yığılıbdır. Səsləndirilən növbəti iddiaların biri də Elm və Təhsil Nazirliyi tərəfindən məktəblərə təmənnasız verilən inventar avadanlıqların Abşeron Xızı Regional Təhsil İdarəsi tərəfindən müəyyən məbləğ qarşılığında təyinatı üzrə məktəblərə satılması ilə bağlıdır. Velosipedlər. Məktəblərə verilib velosipedlər. Amma heç bir məktəbdə yoxdur velosiped. Hamısı yüklənib, ağzı bulonlar hara gedib, yəni onu bilən yoxdur. Məsələn, elə faktlar var ki, o faktlar bizə çıxsa, ümumən təmiz yoxlama aparılsa, demək olar ki, bu adamlarda möhkəm tutqu ola bilər. Getsin yoxlanılsın. Amma sırf dayanaq bu maliyyə pozunluğunun üzərindəki A4 vərəqləri heç bir məktəbə verilməkdir. Hətta mən sübut deyərəm ki, o adamlar var, onları mən laf çağırtıram, gəlsin bura, deyərəm ki, gəlin burada açıqlayayım o A4 vərəqləri hara deyil. Onu yaxşı bilirlər.
sirk biletləri, vinetka biznesi, uğur kurslarına şagirdlərin məcburi şəkildə cəlb edilməsi, məktəblərin bufetlərinin və idman zallarının məktəblərə aid olmayan şəxslərə icarəyə verilməsi, maddi yardım adı ilə nəqdləşdirilən vəsaitlər müxtəlif nəşriyyatlardan ucuz qiymətə alınaraq məktəblilərə baha qiymətə məcburi qaydada satılan kitablar. Abşeron Xızı Regional Təhsil İdarəsinin Maliyyə İqtisadiyyat sektorunun müdiri Orxan Şirəliyev deməli ilin sonunda maliyyəçilərin adlarına yazılmış 514 manat pulu və onlara adlarına yazılmış və onlardan yəni yəqin ki mükafat formasında yazılıb onlardan da həmin pulu almışdır. Ramiz Meytiyevin oğlunun bir nədir orada bir nəşriyyatı var. Bu nəşriyyata 70 min pul köçürülübdür. İdarə tərəfindən? Əlbəttə. 250 nəfər demək olar ki, qalaltına gəliblər, 3 günlük gəliblər bunlar. Yəni VIP yerlər, VIP yemək, VIP yerlərdə bunları deməli 250 nəfərin əvəzinə 15-20 nəfər, yəni bir avtobus adam gəlibdir. Bu da yəni bəli, oradan həmin axşamı həmin adamların dediyinə görə həmin axşamı da hardasa 15-20 nəfərdən elə hardasa bir 5-10 nəfəri qayıdıb çıxıb gəlibdir. Olmuyorlar orada. Bunlar da orada həmin 3 günü maliyyə pozğunluğunu edirlər. Qeyd edək ki, Abşeron Xızı Regional Təhsil İdarəsinin müdiri İlham Əbdullayevanın Ceyhunu adlı bir bacısı Xırdalan şəhər 5 saylı məktəbində laborant vəzifəsində, Günel adlı digər bir bacısı isə Sumqayıt 49 saylı bağçada uşaq baxıcısı vəzifəsində çalışır. Onların hər ikisinin işə çox nadir hallarda getdiyi iddia edilir. İlham Əbdullayevanın Qədim Göyüşov adlı dayısı oğlu da Abşeron Xızı Regional Təhsil İdarəsində xüsusi vəzifə daşıyır. Qeyd edək ki, Xırdalan şəhər 2 saylı məktəbin direktoru Gülnaz Kərimova da İlham Əbdullayevanın xalası qızıdır. Bu yaxınlarda məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyi tərəfindən Sumqayıt şəhər 5, 8, 12, 11, 18, 36, 37, 41, 47 saylı məktəbləri də daxil olmaqla ümumilikdə 17 məktəbə yeni direktor təyin edilib. Laborantlardan, yalandan məktəbə müəllim qəbul adı ilə məktəb direktoru quluyulur. Sonra laborant adı ilə adları var məndə kimi, hansı qazidən, hansı qazilərdən neçə min pul alındığı da var, hansı məktəbə düzəldəcək, onda məzəndə siyasi var. Neçə nömrəli məktəb var, o məktəbdə bir nəfər var, adını sonra mən deyərəm, yəni adını demirəm ki, sonra bunun eləsinlər. 20 balla informatika müəllimidir, 20 balla saxlayır, hansı ki sertifikasiyadan 20 bal yox, 29-30 bal yığanı işdən azad edirlər. Demək olar ki, direktor müavinləri, bütün o müavinlər hamısı müsahibə əsasında hamısı yalandır. Hamısından Səsləndirilən bütün bu və yaxud digər faktlarla əlaqədar olaraq tərəfimizdən Abşeron Xızı Regional Təhsil İdarəsinə təqdim etdiyimiz informasiya sorğusuna təəssüf ki, cavab ala bilmədik. Duman çökər, dağ yerində qalar. El içində olan elə çox gözəl bəllidir. Qeyd edək ki, Elm və Təhsil Naziri Emin Əmrullayev fevralın 27-sində Sumqayıt şəhərində vətəndaş qəbulu keçirəcək. Amma hörmətli cənab nazirimiz üçün ədasına göz oxşayan hər zamanki ənənəvi bir səyyar görüş səhnəsi hazırlanıb tərtib edilir. Onlarla şikayətçi və narazı şəxs müxtəlif vədlər və digər mümkün üsullarla bu görüşə qatılmaqdan yayındırılır ki, səyyar qəbul cənab nazirimizin dadını damağından qaçırmasın. Bir zamanlar ölkənin şimal bölgəsindəki vətəndaş qəbullarında da belə olurdu. Elan edilən ittiham haqqındakı dəhşəti sonradan hamımız gördük.